Bir nəfəri Peyğəmbər gördü. Gördü ki, bu adam namaz qılır, saqqalı ilə oynayır. Peyğəmbər baxdı, bir kəlmə söz buyurdu. Əma innehu law xəşə'a qalbuh la xəşə'at cavarihuh. Bilin, ətrafındakı səhabələrə buyurdu. Həmin bu şəxs ki, namaz qılır, saqqalı ilə oynayır, o şəxsin qəlbi Allahın huzurunda olsa, onun bədən üzvləri də sakit, ədəbli, təvazökar olar. Bu adamın ruhu Allahın huzurunda deyil. Özü burada, fikri Allah bilə harda, ona görə belədir. Bax, bizim namazda ən böyük problemimiz budur. Şükür Allaha, Allah qismət eləyir ki, cismimiz gəlir, başqa yerdə deyil. Lazım olan vaxtda, lazım olan yerdədir. Amma ruhumuz belə deyil. Xuşu o deməkdir ki, insan namazda diqqətli ola. Kimin qabağında dayanıb diqqətli ola, fikrin yönəldə Allaha, İstər-istəməz fikir ki, Allaha yönəldi, artıq zahirdə o özünü göstərəcək. Nə cür göstərəcək? Bizi kimi insanlar üçün belə görsənəcək ki, bəli, ədəbli dayanacaq, təvazökar dayanacaq. Böyük insanlar üçün, övliyalar üçün belə görsənəcək ki, onların ayağından oxu da çıxarsın, xəbəri olmayacaq. Həzrət Əli əleyhissalam müharibələrin birində ayağına ox batdı, çıxarta bilmirdilər, çox əziyyətli idi. Gəldilər İmam Həsən ağana məsləhətləşdilər. İmam Həsən ağa buyurdu ki, ağa əmirəl-mömininin ayağından ancaq bir halda oxu çıxarta bilərsiniz ki, ağrısız, əziyyətsiz olsun. Ağa hansı halda? İndi elə bilirlər ki, yatan halda və ya dedi namaz halında. Biz bəzən fikrimizi yönəldirik dediyimiz cümlələrin mənasına. Bu özü yaxşı haldır. Öz yerində çox yaxşı haldır. Əgər bir adam istəyirsə, qəlbi Allah qarşısında diqqətli olsun, fikri cəmlənsin, bizi kimi insanlar üçün yolu budur ki, dediyimiz sözlərin mənasına fikir verək. Düzdür, namaz bundan da böyük bir əməldir. Bundan da böyük bir mənəvi haldır. Allah rəhmət eləsin Ayətullah Mürtəza Mütəhhər ağaya. Deyir, mən bir gün getdim Nəcəfdə bir Seyyid Haşim Həddad adında bir arif var idi. Eyni zamanda da alim idi. Deyir, onunla görüşəndə, elə görüş əsnasında Seyyid Haşim Həddad ki, böyük arifdir. Qayıtdı mənə dedi ki, Mürtəza Mütəhhəri namaz qılırsan? Deyir, mən bir anlıq özümdə belə çaşdım ki, nə sual verir? Elə bir axımda deyirsən ki, oruç tutursan və yaxud da namaz qılırsan. Da bu ağa müştehid, Ayətullah, alim, filosof. Deyir, amma bildim ki, bu sual verən də adi adam deyil, uşaq deyil ki. Seyyid Haşim Həddaddır. O dəqiqə bildim ki, mənə bu sualı verəndə məqsədi nədir? Bildim ki, o artıq məndən başqa namaz istəyir də, yəni belə bilir ki, namaz qılıram. Dedi Mütəhhəri, namaz qılırsan? Dedim, ağa qılıram. Artıq ağanı oxumuşam ki, mənə nə deyəcək? Dedi, namazı necə qılırsan? Dedim ki, ağa, namazı belə qılıram ki, elə fikrimi cəmləyirəm ki, dediyim sözlərin mənasına, ki, nə deyirəm? Deyəndə sözü mənası haqqında düşünürəm ki, fikrim yayınmasın. Mənə bilirsiniz nə dedi? Qayıtdı dedi ki, bəs haçan namaz qılırsan? Yəni sən o qıldığın namaz deyil, haçan namaz qılırsan? O namaz ki, əgər barmağına bir dənə tikan batırsalar, çıxartsalar, xəbərin olmaz, o namazı açan qılırsan. İndi bəlkə də bizə qismət ola elə namaz ya qismət olmaya. Amma bunu eləyə bilərik biz. Öz səviyyəmizdə fikrimizi cəmləyə bilərik. Dedik ki, Allah namazı nəyə görə vacib eləyib? İnsanın ruhi diqqəti cəmlənsin. İnsan bəzən yaşayır, həyatda məşğuliyyət, o məşğuliyyətlər insanı yavaş-yavaş aparır qəflətə. Allah niyə namazı vacib eləyib? Ayəyə baxın, buyurur, la təkum minəl qafilin, qəflətdə olanlardan olma, qafillərdən olma. Əqimis sələtə li zikri, namazı qıl. Allah niyə? Li zikri, məni xatırlamaq üçün. Biri sual verdi ki, olmaz ki, bu 17 rəkət namazı 24 saatın içərisində, bir sutqanın içərisində elə müəyyən bir vaxtda qılaq, ondan sonra çıxar gedək işimizin, gücümüzün dalıcan. 17 saat uzaq başı 20 dəqiqə, yarım saat vaxt aparacaq. 23 saat yarım gedək öz işimizlə məşğul olaq, o yarım saatı ibadət eləyək. Dedim, olardı. Amma Allah namazı görürsünüz, paylaşdırıb gün ərzində. Səhərə bir namaz salıb, günortaya bir namaz salıb, axşama bir namaz salıb, gecəyə bir namaz salıb, 11 rəkət əlbəttə Peyğəmbərə vacib idi, bizə müstəhəb. Allah paylaşdırıb bu namazı. Niyə? Çünki o sutqa ərzində elə yarım saat qılıb çıxıb getsən, sən bir də 23 saat yarımdan sonra qaydacaqsan həmin hala. Amma Allah istəmir ki, Allahdan uzaqlaşmaq məsafəsi çoxalsın. Çünki Allahdan insanın uzaqlaşmağı çoxaldıqca təhlükə artır. Çünki Allah nurdur, nur mənbəyidir. Ona yaxınlaşan insan yaxınlaşdıqca nurlu olur.
Amma ondan uzaqlaşdıqca yavaş-yavaş olan qalan nuru da əldən gedir və zülmətə qərq olur. Hədislərdə, ayələrdə də var ki, münafiq insanlar, kafir insanlar, o insanlardılar ki, onlar avara qalıblar. Qaranlıqda yol tapa bilməyən insan necə avara qalır? Buyurur, Allahdan üzülən insan da bax o cür avara qalır. İmam Hüseyn ağa ona görə deyirdi ki, Allah səni tapan nəyi itirib, səni itirən nəyi tapıb? Allah bir adam ki, səni tapdı, o hər şeyi tapdı. Allah bir adam ki, səni itirdi, o hər şeyini itirib. Çünki sən nur mənbəyisən. Bizdə biraz fərqlidir. Biz məsələn, bir dənə əlamət görəndə elə bilirik ki, bu əsl nurdur. Görmüsünüz, pərvanə özün gətirir, zülmətdən çıxan kimi, işığı yandıran kimi, çırağı yandıran kimi. O dəqiqə elə bil ki, bu belə zülmətdə heç o hiss olunmurdu, görünmürdü. Amma işığı yandıran kimi o dəqiqə peyda oldu. Gəldi həmin o çırağın başına. Bunu hamımız görmüşük. Müəyyən böcəklər var, pərvanələr var ki, gəlir başlayır o çırağın ətrafında fırlanmağa. Fırlanır, birdən özün vurur o çırağa, düşür. Təzədən ayılır. Ayılan kimi yenə nuru görür. Birdən işığı söndürsəydin, o elə orada da qalacaqdı. Amma ayılan kimi yenə görür ki, zülmət deyil, işıqlıqdır, yenə vurur özün həmin çırağa, ta belə axırda canı çıxır. Deyir, biz baxırıq buna, gülürük. Amma deyir, bəzi insanlar da həyatda həmin o pərvanələr kimidir. Üzr istəyirəm, həmin o böcəklər kimidir. Nə cür? Məsələn, dünyada hər hansı bir dünya malından nəsə görür, bir vəzifə görür, bir para görür, bir nə bilim şöhrət görür. O dəqiqə elə bilir ki, bunu nuraniyyətə çıxaracaq ancaq budur. Tez pərvanə kimi, o böcək kimi gəlir onun üstünə. Fırlanır onun başına, fırlanır, özün vurur ona, ta məhv olub çıxıb gedir. Öləndə ayılır ki, vay, bu əsl nur deyirmiş, mən səhv salmışam bunu. Əleyhissalamın qəribə bir hədisi var. Buyurur, ən-nasun niyamun fə-izā matu intəbəhu. Cəmaət yaşayır, amma yuxudadır, yatıblar. Ağa, mən yatmışam, deyir, bəli, yatmısan. Sən elə başa düşürsən ki, oyaqsan, sən yatmısan. Sən elə gözünlə belə görürsən ki, belə baxırsan, göyə baxırsan, ulduz görürsən, ətrafına baxırsan, daş divar görürsən, amma yatmısan. İşdi birdən ölsün, bu gözün bağlananda qəlb gözü açılacaq, onda vay, görəcəksən ki, pərdənin o üzündə nələr var imiş. Biz baxırıq, ancaq baxdığımız şeyi görürük, onun arxasında heç nə görmürük. Amma arif insanlar bu cür deyil. Arif insanlar baxırlar, baxdıqlarının arxasında çox şeylər görürlər. Bir ariflərdən biri, alimlərdən biri bunu nəql eləyir. Əli əleyhissalamın hərəminin xidmətçisi. Deyir, bir gün gördüm, ağa əyləşib Əli əleyhissalamın zirəhi ilə, ziyarətgahı ilə üzbəüz, qəbri ilə üzbəüz dua eləyir. Amma arada bir söz deyir, o sözü mən eşidirəm. Qayıdır ağaya deyir ki, ağa, al məndən istəmirəm. Təəccübləndim ki, bura hamı gəlir, ağa ver mənə istəyirəm deyir. Amma bu adam ağa fərqli bir söz deyir. Ağa, al məndən istəmirəm. Bir yaxınlaşdım ağaya, dedim ki, ağa, mən birinci dəfədir belə bir şey görürəm. Hamısı bura gəlir, gələn hamı deyir ki, ağa ver istəyirəm. Amma siz belə deyirsiniz, siz deyirsiniz al məndən istəmirəm. Nəyi istəmirsiniz? Deyir, mənə and verdirdi. Mən çox israr elədim, təkid elədim. Axırda deyir, mənə and verdirdi ki, nə qədər mən sağam, heç kəsə demə. Ağadan bunu istəyirdim ki, Allah mənə bir məqama çatdırıb, bir dərəcəyə çatdırıb məni ki, mən günahkar, bəzi günahkarlara baxanda onları insan surətində görmürəm. Çox əziyyət çəkirəm. Gəlmişəm Həzrət Əlidən bunu istəyirəm ki, ağa al məndən, istəmirəm bunu. Namaz bunun üçündür ki, insanı qəflətdən ayırsın. İnsan namaz qılanda nura yaxınlaşır. Bəzi insanlar var, dünya həvəsi ilə o qədər yaşayırlar, namazı Allah buna görə vacib eləyir. Dünya həvəsi ilə o qədər yaşayırlar, hədislərdə barama qurduna bənzədilir. Bir necə barama qurdu, başlayar həvəsinə toxumağa öz dövrəsinə, toxuyar, bir də onda aylar ki, çıxmağa yer qoymayıb. Qalıb içəridə qəmdən, qüssədən ölər, məhv olub gedər. Bir bəzi insanlar da o cürdür. Başları qarışır, yığır, bir də onda aylar ki, vay, bir dənə şey qoymayıb axı. Gedir, əldə də bir şey yox. 60 ildir, 70 ildir yaşayır, indi gedir, amma bilir ki, gedir. Əldə bir şey yox. Ağa ona görə deyir, sən yatmısan, gördüyü nur mənbəyi hesablayırsan. Halbuki o nur mənbəyi deyil, o nurun bir əlamətidir. Nur mənbəyi baş. Elə ki, insan öldü, onda ayılacaq. Onda ayılacaq ki, vay, bu nur deyirmiş. Çox adamlar bu cürdür də. Adam var ki, vəzifə həvəsi ilə nəyindən varsa keçər. Adam da var ki, vəzifəsini qorumaqdan ötürü övladının başını kəsər. Adam var ki, vəzifəsini qorumaqdan ötürü
qabaq belə idi də. Quran-ı Kərimdə də ayəsi vardı. Şahlar o vaxtı bir dənə yerə girirlər, bir məntəqəyə girəndə dağda gedirlər. Bilirlər ki, dağda gəlirlərsə bilirlər hansısa şahdı gəlir. Amma indi bu günlər dağıtmaq biraz mədəni olub. Şahlar əvvəl gəlirlər, otururlar, bir dənə bağlı qapılar arxasında söhbət. İndi hamı gözləyir ki, hər şey yaxşı olacaq. Elə ayrıldılar, bir saatdan sonra bir dənə şəhər alt-üst oldu. Əvvəl şahlar gələndə dağda gəlirdilər. İndi mədəni surətdə gəlirlər, otururlar, çıxıb gedəndən sonra dağılır həmin yer. Bir dənə göstərin ki, bağlı qapı arxasında iki dünya rəhbəri oturub yaxşı sülhlə ayrılıblar. Bir saatdan sonra baxırsan, görmürsən ki, bir dənə şəhər getdi, bir dənə kənd getdi. Bunlar hamısı nədəndir? Bunlar hamısı bundandır ki, insanlar elə bağlanırlar dünyaya, elə bilirlər ki, bu dünya bunların nicatına səbəb olacaq da. Bədbəxtlər bilmirlər ki, onlar əsl nurdan uzaq düşüblər. Namaz insanı bax, həmin nura, əsl nur mənbəyinə yaxınlaşdırır. Ona görə Allah buyurur ki, məni xatırlamaq üçün namaz qıl. Əgər sən yavaş-yavaş namazda fasilə versin, uzaqlaşacaqsan. Namaz insanı qaytarır həmin o nura sarı. Amma hansı namaz? O namaz ki, insan qəlbən Allaha təslim ola, qəlbən Allahın huzurunda dayana, qəlbi ilə, bütün varlığı ilə, təkcə cismi yox. Allah buyurur, namazı qıl, qəflətdə olanlardan olma, qafillərdən olma. Allah namazı buna görə vacib edir.